Sual belədir ki, 10-cu sinifi bu il bitirirəm. Yay ərzində 5 fənni də oxuyum, yoxsa ancaq zəif olanları? Baxın, yay boyu 5 fənnin 5-dən də hazırlaşmaq məsləhət deyil. Niyə? 11-ci siniflər xüsusən bu sözümü təsdiq edə bilərlər. Bəlli bir vaxtdan sonra, xüsusən bu sınaqlar filan başlayır və yaxud yanvar ayında deyək də, adama bir dənə yorğunluq gəlir. Yəni sanki hər şeyi buraxmaq, hər şeydən əl çəkmək, ümumiyyətlə imtahan verməmək deyə qəribə bir his gəlir sənə. Bunların da hamısı nədəndir? Yaydan ki oxumusan, o yorğunluq ki necə çökübsə sənin belinə, sən artıq tükənmisən. Bu tükənmək səni sağlam düşünməyə, sağlam qərar verməyə imkan vermir. İlla da bir yerə düşün, başlayırsan aşağı ballı ixtisaslar filan axtarmağa yox. Yəni siz bir insansınız. Yəni ətdən sümükdən İslamı kimi sizin də istirahət eləməyə haqqınızdır. Zəif olan fənlər hansıdırsa, heç olmasa 2, maksimum 3. Yəni bir fənd ola bilər, 2, 3 fənd. 3-dən o yana yox. Yay ərzində 3 gününü ayır. Lap maksimal 4 gününü ayır oxumağa, 3 gününü də ayır. Yəni yarı-yarı ilə də özün bir şəkildə böl. Yarı, məsələn, bir gün oxu, bir gün istirahət. Bir gün oxu, bir gün istirahət. Belə et ki, həm istirahət günü maraqsız olmaz. Çünki adam biri var ki, fikirləşir ki, bu qədər dərs var, 11 var. O istirahətdə bir dadı olmur. Həm də bir tərəfdən fikirləşir, məsələn, bu gün oxudum, artıq sabahın rahat istirahət edə bilirsiniz. Yəni, sabahki istirahəti artıq bu gün haqq elədim. Yəni, bu şəkildə bir gün oxuyun, bir gün dincəlin. Bir gün oxumaq, bir gün dincəlmək. Yəni, bu şəkildə inşallah davam elətdirir. Əgər çox güman ki, bizdə də yay dərsləri olacaq, yay dərsləri olarsa, xüsusən bu blok fənlər üzrə ola bilər. Olacağı halda paylaşım eləyəcək hər ehtimala 055 597 0151-ə yazıb yay dərsləri üçün indidən qeydiyyata düşə bilərsiniz. Amma dediyim kimi, yay 10-cu sinifdə, hal-hazırda 10-cu sinifdə oxuyursansa və sən yay boyu heç nə eləməyim, İnanın ki, bunun peşmanlığın sentyabrda və yaxud avqustun 20-si dərslərə hazırlıqlar başlayan onun peşmanlığın Allah qorusun yaşayacaqsan. Çünki sən məsələn dərsin sentyabrın 1-i başlayıbsa, sən sentyabrın 1-i oxuya bilməyəcəksən, oktyabrın 1-dən oxumağa başlayacaqsan. Bir ayda oradan getdi. Mart ayının 3-nə 5-nə də buraxılış imtahanı. Niyə eləyəcəksən? Ona görə indidən o bazanı formalaşdır, özünü sentyabrda əsas hazırlığa alışdır ki, sentyabrda rahat arxayın öz xodunla gedirsən. Qorxmadan nədir ki, bir bu yayın gedir, heyf olur, üzü o tərəfə gələn yayında artıq inşallah dincəlib tələbə olmağa hazırlaşacaqsan. Belə, videonun sonuna çatdıq. Xoşunuza gəlsə bəyənməyi